Adi maaşımızla borclardan necə azad ola bilərik? Mənə verilən ən tez-tez suallardan biri budur. Təəssüf olsun ki, müasir bank sistemləri bütün dünyanın orta sinifi, orta aşağı sinifi və ümumiyyətlə hər bir insanı yeni köləlik modelinə çevirmək istəyir. Siz daim olaraq borc içində yaşayasınız. Yəni ki, eviniz kreditdən olsun, maşınınız kreditdən olsun, telefonunuz kreditdən olsun. Bu ABŞ-də keçən əsrin ortalarından başlayan bir tendensiyadır və bizə də gəlib çatıbdır. Bizdə də insanlar bir xeyli borc içindədir və sən borc içində olanda investisiya necə pul arayacağını bilmirsən. Mən bütün insanlara həmişə və hər zaman deyirəm ki, ayağınızı yorğanınıza görə uzadın. Lazımsız borclardan çəkinin. Mən anlayıram ki, müasir zamanda cavanlar ev almaq istəyirlərsə, bunu nəqd pulla etmək çox çətindir. Amma ipotekanı seçəndə də belə minimum sahə, minimum xərclərlə 10, maksimum 15 ilə bağlayacağınız ipotekanı götürün ki, siz bu pik vaxtınızda 20 yaşınızda götürürsünüzsə 35 yaşına kimi tam azad olasınız. İpoteka borclamasını gedib sizin 40, 45, 50 yaşlarınıza gedib çıxmasını. Balaca ev alın, böyük ev almayın. Ayağınızı yorğanınıza görə uzadın. Heç vaxtları avtomobili borc almayın. Heç vaxtları telefona borc almayın. Heç vaxt televizor borc almayın. Heç vaxt mikrodalğanı sobanı borc almayın. Bunlar hamısı əşyalardır. Bunların heç birisi xoşbəxt etməyəcək. Siz balaca 32 düym televizorda da xoşbəxt filmlərə baxa bilərsiniz sevdiyiniz insandan.